Ağlama sevdam, 8-ci fəsil səni gözləyəcəm. Aylar, illər keçir, tez ötüşürdü. Amma ki mehmandan xəbər yox idi. Gümanlar bitdikcə, ümid itdikcə sevdanın elçisi yaman çox idi. Tənha qalmağından qorxub atası, qızım bir ailən olsun deyirdi. Bu söhbət süfrədə hər açılanda elə bil ailə zəhər yeyirdi. Gözünün yaşını tökürdü sevda. Ata dediyinə peşman olurdu. Yaxşı nə deyirəm sən deyən olsun, qoy elə bu söhbət buradaca qalsın. Ağlama sən Allah, incitdim səni, nə olar ay qızım, bağışla məni. Tənha qalmağından qorxuram yaman, mən də qocalıram, yetişib zaman. Elçi gələn günü gələrdi mehman. Elə bil hər yerdə ruh dolaşardı. Əlin uzatsa da çatmazdı əli. Sevda ilə yuxuda bərk dalaşardı. Yerindən hövlana qalxaraq sevda hıçqıra-hıçqıra bərk ağlayardı. Mən səni heç kimə bil dəyişmərəm desə də könlünə dərd bağlayardı. Beləcə ömrünü yeyər, qurtarar, qəlbini sıxardı dar bir qəfəsdə, gözündən tökərdi gilə-gilə yaş, deyərdi ağısın, asta, ahəstə. Qayıt sən dön geri, qayıt sən dön geri, qarda qışda gəl, ağarsa tellərin bəyaz saçda gəl, gəl belin əyilsin, ahıl yaşda gəl. İnan ki demərəm bu ömrüm hədər, səni gözləyəcəm, lap sona qədər. Olmasa ayağım mənə qayıt gəl, gözlərin yoxdursa yenə qayıt gəl. Qurbandır qollarım sənə qayıt gəl, demə yazılıbmış bu talih qədər, səni gözləyəcəm, lap sona qədər. İstəsən ovucumda köz gətirəcəm, hər nə istəsən də döz gətirəcəm. Hər gün küprüyümlə od götürəcəm, çıxacam yollara, hər axşam, səhər, səni gözləyəcəm, lap sona qədər. Mən şəhid namusu arı olacam, bir vətən oğlunun yarı olacam. İnan ki qarıyıb qarı olacam, döysə də qapımı qüssə, qəm, kədər, səni gözləyəcəm lap sona qədər, səni gözləyəcəm lap sona qədər.